Hər kəs salam uşaqlar, bu gündən sizə belə survival-a başlayırıq. Mənim üçün biraz qəribə olacaq, çünki ilk dəfə survival seçirəm, bilirsiniz. Nəysə, Allah axırımızı xeyir eləsin deyə survival-a başlayaq. Survival-a başladığımız yerə baxdana bambu biyomdur. Nəysə, hara gəldi oranı oynayaq. Nəysə, öyrəşək də. Biraz odun qıraq. Özümüzə taxta əşyalar eləyək. Gördüyünüz kimi özümüzə taxta əşyalar elədik. İndi bizim biraz da odun qurmamız lazımdır. Obşun bir yolluq qıraq sonra. O ne öyle? Buna səsdir o. Ala zombi. Aha, ilk kəsəcəyim mob sən alassan. Xeyirli uğurlu olsun. Bax səni ünlü edirəm, bax. Nəysə öldü. Bu odunu qıraq. Bir də mod yükləmişəm mənə, baxın. Baba hop. Qaqan. Obşum əziyyət çəkmir də. Hər uyub buna 43 dənə odunla da. Nəysə, baltanın canı yarısı getdi. İnşallah burada mob zat taparıq. Çünki belə bambu biyomu çox belə qarışıq biyomdur. Görmüsünüz baxın, bambu çubuqları. Təxmin eləmişdim ki, burada doğulacam da mən, burada çıxacam. Nəysə, mən biraz heyvan kəsməm lazım. Çünki yavaşdan azmağa başlayıram, görürsüz. Qarpız var ya əslində. Yenə bizə heyvan lazımdır. Yenə qoyun lazımdır. Çünki onun günləri ilə özümüzə yataq düzəltməmiz lazımdır. Orada toyuq var. Gedək kəsək. 2 dənə toyuq. Vuhu! İkiniz də ayrıldınız. Mən gəldim deyə ayrıldınız, eləmi? Başqa elə bir dənə bu toyuq da, hə? Başqa orada inək var, dana. Bizə əsasən qoyun lazımdır. 2 dənə də deyəsən. Yox, bir dənədir. Elə biləm çiçə giriblər. Burada toyuqlar çoxdur. Bu arada uşaqlar, biraz köhnə sürümdə oynayıram Minecraft'ın. Ona görə bu balaca toyuq düzə deyil. Bilirsiniz ki, təzə güncəlləmə gəldi. Balaca heyvanlar belə şey eləyir də, daha belə şirin olubdu. Qəşəng güncəlləmədir, prosto mən indirəmədim. Bu nədir ha? Qaçmaya dayan. Hə, donuzdur. Şanslısan, çünki Ramazan ayındayıq. Bura çıxa bilərəm. Dayan. Çıx. Çıx bura. İndi buradan buranın qəşəng mənzərəsi var. Əslində mənzərə nə var ki, burada elə çox şey yox. Açıqlıq yerdə axtarmam lazımdır, belə qoyun zadı. Məsələn, buralarda axtarmam lazımdır. Ay qardaş, bir dənə də heyvan olmaz. Qoyun lazım, deyil mi? Mən gecəni ağaracam. Vay dədə, vay. Hər problem bizi tapır da. Mənə gördülər, yoxa çıxdılar. Haradasın? Bu açıqlıq ərazidir əslində. Bax buralar falan. Burada biraz heyvan olması lazımdır. Yəni qoyun olmasa belə inəkdən, toyuqdan olması lazımdır. A few moments later. Köy! 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 Bir dəqiqə yəni, birinci daş dövrünə keçək elə. Özümə daş əşyalar elədim. Gülə-gülə taxta əşyalar. Gülə-gülə. Birdən daş əşyalar ataram. Aha. Onları attım. Bağlayaq üstünü. Niyə bağlayıram bilmirəm. Çünki otistikam belə. Bu arada uşaqlar, yorumlara ən sevdiyiniz kinonu yazmağı unutmayın. Yəni yazın qısaca, bizdə görək nə izləyirsiniz. Beləcə yorum kasmış olaram. Balıqlar. Biraz balıq götürək. Bəlkə pişiyimiz adımız oldu. Hanə balıq? Mən balığı götürdüm. Hə. Boğulacam, ona çıx. Sən də elə. Hala boğulacam. Ha, çıxdım. Gəl bura. Aha, öldün. Всё. Gedə bilərik rahat. Salam mələküm. Qonaq gəlmişəm sizə. Nətərsən? Nə varsan? Qonağı belə qarşılayırsan sən? Nə varsan, nəysən? Gözümün qabağında iş tapdı ya. Bayaq işsiz adam idi. Mənə görə də indi mənə görə niyə iş tapsın, başa düşmürəm. Varil var. Varildə iş nə yoxdur. Allah bəlanızı versin sizin. Yataq məsələsində həll eləmiş olduq. Çox qəşəng. Çox qəşəng! Salak, yemin ederim geri zekalı bu çocuk. Axşam da olur, yavaşdan gedək. Survival'dan ağarlar başlamış bölümdə. Mən bunların evlərini soyum birinci. Qəşəng soyub soğana çevirin bunları. Boşdur bu ev. Salam mələküm brat. Nə varsan? Çaşmı? Sən dua et, Ramazan ayındayıq. Bu nədir? Bunların evi də hamısı boşdur.
Heç biriniz də meşt olmaz ha. O da kasıbsız bu le. Qaqa sən nə satsan? Sən işin nədir oxşum? Nəsə bir işdir də, mənim də. Köy tapmamız çox qəşəng oldu. Çünki survival'ın əsas yerlərindən biri köydür. Biz bura girdik. Girdiyim yerə mən niyə təzədən girəm? Nəsə axşam olur. Amma yatım. Çöldə yatacam çünki evim yoxdur. Ev tikəcəm mən. Narahat olmayın. Gecə boyunca uyunuyor. Qır yatağı. Ya da ki qırma. Qalsın burada. Ölsək bir də şey eləməyək də. Bir də orada burada doğulmayaq. Niyə belə qasa-qasa yeyir? Götür bunları. Bu nədir? Bunlardakı kartoflardır. Bunları da götür. Şimdi bunların her şeyini oğurlayacağım. Aha burada sandık var. Bu nədir? Hamısında da daha doğrusu əslində evdə çox şey tapmadım. Evlərdə sandıq tapmadım. Ne varsan qaqa? Nə büyüs eləyirsən orada? Nə cadus eləyirsən ha orada? Hə? Mənə cadu eləyirsə səni məllədərəm. De sen ol. Onda saçımı düzəldin. Cadu eləmir əslində. Bu qaqa kitabxanaçı deyəsən cadu eləyən. Bağışla qaqa. Amma sən var ya iksir hazırlayırsan. Ya o iksiri mənə soxuşdurasan. Sok deyə. Nə bilim bir su deyə. Hə? Səni məllədərəm ha. Qoləminə zadana güvənmə. O sonunda birazdan kəsəcəm. Samanlar var burada. Tam bu biyom çox pis biyom idi. Sən öldürəm. Oo qoyun. Bayaqdan da qavama çıxmırsan. Şərəfsiz. Nə oldu ya burada çıxdın? Öl. Hər yerə baxdım mən. Nə oldu səndə? Nə elədim mən? Biraz yuxarı çıxıb bu köyə baxmam lazımdır. İncələməm lazımdır. Ya da ki bir dənə mod indirmişəm. Çoxunuz indi hilə zad deyəcək. Bu hilə deyil uşaqlar. Kamera moddur. Videolarımda da istifadə elədiyim. Özüm o modda tanıtmışam. Baxın belə bir şeydir. Yəni yuxarıdan baxaq. Baxaq görək nə haralara baxmadıq başqa. Hər yerə baxdıqda qısaca. Orada da samanlar var. Baxın. Gördüyünüz kimi o samanları gedəcəm. Onları da qırıb. Samanları çörək eləyəcəm. Yarısı çörək eləyəcəm. Yarısında buğday. Buğdayı bəlkə satdığımıza da elədim bu köylülərə. Bəlkə indi saxlayaq. Nədə? Bax bu samanları quradığımı eşmə demirsən ha. Bıçaqlayaram səni. Ama reis bu kadar abartmaya gerek yok. Yani anladık sen tehlikesin, tehlikenin içinden geldin. Ağıllı ol. Başqa ara qaldı. Bura var. Buranı da təzə əkibdir. Böləm qardaş. Qodayan. Qaqa sən olsa sənin işləvin mən bura gəlinə kimdir? Yəni sən artıq bir boğa yaramayassan. Yəni yarayassan əslində qalxan düzəltəcəm sənin təmirlərindən. Bura çıxacaq. Mən ona görə 4 blok qoydum. Hə yox ya beyinsiz şey də ora niyə çıxsın? Qoləmi öldürdük. Qoləmlərin üstündən niyə gül çıxır? Nəsə gül çıxır səbəbsiz yerə. Nəsə bu gülü bura əkim. Onun xatirəsinə. Qoy 2 dənə əkim. Bilim ki burada öldürdüm onu. Bəli. Bura, onun məzarı buradır. Əslində məzarı bu dəqiqə əlimdədir. Ondan qalan parçalar məndədir. Üstümdə həman əşya var ala. Daha ilk bölümdür. Zənci qoyun. Yox səni öldürməyəcəm. Mən ırqçı deyiləm. Zarafat eləm. Əslində öldürəcəm. Mən ırqçı deyiləm. Hər qoyunu öldürürəm. Yəni mən özümə qalxan eləyəcəkdim. Bir dənə qalxan. Neçə dəmir çıxdı? 4 dənə dəmir. İndi bu 4 dənə dəmirlə mən dəqiqə qalxan elə. Bir dənə qalxan elədim. Bəlkə dəmir qazma elədim. O gələn bölüm eləyərəm. Bu bölüm də rəsm olur. O gələn bölüm elmas da axtararıq. Üstündəki əşyalar çox olmağa başladı. Başqa nə edə bilərəm görsən? Ev tikməkdən başqa ev tikəcəm indi birazdan. Biraz da avlanaq. Bağışla dostum. Armadillo. Siz nəyə şey arayırsınız? Hə? Siz zırh eləyirsiniz də. Zırh da obşum. İtə zırh ayarırsınız. Bunlardan zırh düzəltmək olur da. İtinizə. Siz sana oxşusan ala. Nə üstümə gəlsən? Qoyaram bir dənəsini. O uğraş.
Siz sərbəst buraxıram. Siz 100% yeyibsə deyəcəklər. Qaçın gedin. Həqiqi deyirəm, şansımız var. Atlar var ya. Uy bula, atlar var ya burada. Bunların birini götürə bilərəm görsən. Üstümdə dəri yoxdur. Dayan. Bəxtə var. İnək ailələr. Yoxum, ailə deyilsə, ki, nişanlısınız yəqin. Mən nə danışıram? 2 dənə inəkdən bir dənə dəri çıxdı. Soxun belə yaşayışa. Orada çox başqa diyarlar var. Gələn bölümlərdə, ya oxum, o biri bölümlərdə oranı kəşf edəcəyik. Qoyunlar çox çıxmaya başladı. İnək lazımdır. 2 dənə dəri lazımdır. Sən bura düşürsən. Sənə bir dənə yaxşılıq eləyəcəm. Bu yaxşılığımı unutma. Qabaqda bəlkə varlı bir insan olarsan da, nə əlaqə. Bəlkə varlı bir insan olarsan. Görərsən mənə bir stek almaz sat verərsən. Tuş, çıxa bilərsən burada sən. Əsə çıxa bilərsən, hə. Çıx. Qorxudum çıxsın. Bu sənə çıxmaq üçün buradan deyirəm, ha, vururam. Sən başa düşmə. Çünki mal kimi oturub durursan burada. Sən nəsən burada meşədə? Sən tək tapancasan, tək takılırsan. Gəl takılanlarsa, hə? İşsizsən özündə. Gəl sənə bir iş verim. İnək tapmaca. Bu nətər iş idi Allah. Buralarda falan taparam məncə. Bir dənə köy belə taparam mən buralarda. Bilsin niyə dəri lazımdır. O dəri ilə əyər eləyəcəm. O əyərlə də çox bir dənə at sahibi ola bilərəm də. 3 dənə at var orada. Atı sürmək üçün əyər lazımdır bizə. Ona görə, inək bax, məsələn. Bir dənə dərim var. 2 dənə də dərim olsa əyər eləyə bilərəm. Səndən bir dənə dəri çıxmaya deyəsən, hə. Bir dənə də inək lazımdır mənə. Acından öldürmüşəm ki, hala. Mən də işləyə fikir verim yəni. Özümdən başqa hər şeyə fikir verirəm. Səsin biraz qəribə gələ bilər, çünki yenə xəstələnmişəm. İmmunitet sistemimiz sikim. İnşallah sənə dəri çıxar, çünki bəzi inəklərdən dəri çıxmır. 2 saat bir də mənə dəri axtarmağa məcbur qoyma. Çıxmadı. Bulə şans deyil. Aha, bir dənə inək var orada. Hay Allah, sağ şükür, hay Allah. Kılıç kırıldı ya Allah, o kadar heyvan vurduk da. Allah. Vay Allah, ara düştüm. Aman nereye geldik bir anda? Dayan görüm dayan. Buradan çıkmam lazımdı. Allah. Allah ineği ara getdi. Belə işim mən varını yoxunu. Allah oradadır tez. Heç bir canavar falan filan bizə məsələmədən qaçaq. Aha 3-4 dənə dərim oldu. Nəysə sənə ehtiyac yox, səni öldürməyə olsa maksimum 3 dənə lazım idi. Qaç köyə. Qaç. Əslində qalxanım var dayan ev deyil. Nə deyirsən siftən eləyim qabuzan bilən üstündə. Görürsünüz ya qalxanım var heç nəyəməsin. Nəysə qaçaq biz. Şəkilləmə yatacam burada. İndirib bir dənə mən nə edirəm? Qodayan. Bir dəqiqə dayan. Sandıq lazımdır əslən. Aha. Bir dənə belə sandıq eləyəcəm. Əşyalarım indirib burada dursun. Çünki bayağı bir əşya var üstümdə. Kartof falan dursun. Sonra samanlar dursun. Altın falan nə bilim. Ətlər dursun burada. İndili markovla zat da idarə eləyəcəyik. Sonra bunlar lazımsız bütün əşyalar bura geçsin. Всё. Bir daha dəmirimiz yetəcək amma nəysə heç də olmaz. Dəmir də ki daha o qədər çətin tapılan şey deyil. Bir daha at üçün görürsünüz. Dəmirimi fəda edirəm. Bir dənə dəmir. Dəmir də hoş. Bir dənə dəmir dənəcik. Oxşum sizi birinci... Uy, qaqa sən oraya ləhətə sıxıbsan. Düş aşağı. Qodayan. Yenə həyat qurtaracam bir dənə. Baxın qaqamız həyat qurtardı yenə. İndi birazdan mənim həyatımı s***ək. Nəysə yenə həyat qurtardıq. Nə qaç? Həyatımı qurtardı. Məsələn ömrüm boyunca orada qalacaqdı. Mən o sənə götürməsəm.
Nəsə siftə sən nə eləyək yenə bu qalxan iş partiyan creeper sən ol bu qalxan qabağında. Bu pişikdən qorxub qaçır ya la. Mən sizin atanızam. Yəni çatdı da yayınlarımıza. Mən də deyirəm niyə qaçır bu? Qaqa çıx get. Çıx get. Öldü. İndi baxaq görə hansı atı bəyənirik. Mənim məncə ən bəyəndiyim at bu oldu. Tək canavar. Bunlar ikisi indi birdir. Bir-birlərini ayırmaq olmaz. Bunu istəyirəm. İnşallah mənə bəyənər. Yəni üstündə əşya var. Üzüləsi belə brat. Bağışla qaqa, bağışla deyəsən mən sənə bilmirəm. Qaqa, bax sənlə çox qəşəng yola gedə bilərik. Merhabalar. Ay mənim atıma sən ox atırsan. Şərəfsiz. Namussuz. Qoyayım, sümüklərini falan götürüm. Mən də deyirəm bunu hasar alır öz-özünə. Brat, bax sənlə çox qəşəng bir həyatımız olar. Macəralara atılarıq. Sən məni qoru. Yox, mən səni qoruyum, sən də mənə olsun. Qaçır. Uçur da olsun. Bir yaşayaq. Yaxşı da brat. Yaxşı da. Hayır, sırtıq olmadı hadi. Mən olsa birbaşa sənə dadanmışam. Dadanmışam deyənə belə səndən xoşum gəlir. Sən qəşəng atsan. Aha, sevdi axır ki. Vəsə. Buna bir dənə dəri qoyduq. Gördünüz ki, qardaşımız at sürür. Buradan çıxabsam nerə? Pay içinə. Tullan buradan, tullan. Adı da nə olsun? Yəni buna ad qoymadım. Qaqa, sənin adın? Yer çıx get. Burada çox qəşəng anlar yaşanır. Ən gözəl anıların qatili. Get. Bunun adı nə olsun? Adı Danqırat olsun. Bəli, Danqırat. Bunun adı Danqıratdır. Özüm fikirləşmişəm, heç kimdən çalmamışam. Bəli. Tullan, Danqırat, tullan. Tullan da xıyar. Tullan siftəli eləyək də, qədər yəni. Min. Gördünüz kimi uşaqlar qardaşımız at sürür. Rəddet rədəmişi bu ki diriliş hər tolu. Davay baxın. Uf. Ata bax. Baxın nə bərk edir. Əsə elə də bərk etmir. Yeri atım, düşdüm. Nəysə bu qədər əyləncə bəs edirsə, həmin iki yeri aparaq. Olsa eyni həyatındır, yəni eyni həyatı yaşayarsan, sadəcə bir sahibin olacaq. Gəl bura. Vəsə. Yenə həmişəki həyatımı yaşayarsan. Bayaq sən yalanlar dedim. Məzara zat yaşayacaq falan filan. Hamısı basıb bağlayırdım. Ayıp değil mi lan? Özümüzə bir dənə ev verəməmiz lazımdır. O da yəni bu sandığın əslində unutmaram. Bu sandığın yerini unutum. Köy içində bir yerdir. Mən özümə ev tikməm lazımdır. Yetərcə də odum var. Əslində dekor üçün yoxdur. Belə eləyəcəm. Bir də başlanğıc evi eləyəcəm. Bir də ağlımda başlanğıc evi var. Hər survivalımda onu eləyərəm. Yəni öz başıma survival oynayanda o evi eləyərəm. Göstərəcəm sizə nə tər ev olacaq. Biraz odun lazımdır, normal odun. Taxta üçün demirəm, normal odun lazımdır. Neçə dənədir? 9 dənə. Eyni rəngdə biraz da lazımdır ondan. Aha. Qır bunu. Aha, bəs eləyir. İndi gedək evimizi quracağımız yeri seçək. Deyəm. Mən bloklarımı bambudan götürəcəm bunlar. Nəysə. Heç olmaz. No problem. Evimizi tikəcəyimiz yer axtaraq. Hara qursaq? Bura qursam olar ala. Məncə yaxşı yerdir. Buralara quracam. Bu dəm. Bir dəqiqə dayan ala. Mənim açıq baxmam lazımdır. Orada qura bilərəm məsələ. Hara qura bilərəm?
Bura məncə yaxşıdır. Sizdə nətərdir bura? Məncə bura yaxşıdır. Bura quracam. Belə kəndin qırağı tərəfdə, amma nəysə, yenə yaxşıdır. Köylülər zaten evimizə girməz. Əslində girsə bir problem deyil. Bura yaxşıdır, buranı seçirəm. Kəndin yoluna doğrudur prosto, nəysə, həll eləyərik. Burada otlar var, çox. Evi tikdiyim yerləri kəsəcəm. Çünki evi tikdiyim sırada səs kayması olubdu biraz. Həm də siz sıxılmayasınız deyə o yerləri kəssəm, yəni o yerləri görməyəsiniz, evi tikdiyim yerləri. Ona görə də evi tikdiyim yerləri qoymayacağam səhnəyə. A few moments later. Bəli uşaqlar, gördüyünüz kimi evimiz hazırdır. Baxın, göstərim sizə. Baxın, belə bir şeydir. Başlanğıc evdir qısaca. Məncə yaxşı oldu. Prosu biraz qaranlıq kimidir. İçəri meşəli zat qoydum. Baxın, gördüyünüz kimi burada 2 dənə yataq belə elə şey olsun da dekor kimi. Burada sandığımız falan var. Burada çalışma masası, burada fırın. Gördüyünüz kimi uşaqlar, başlanğıc evimiz belədir. Ətlərimiz, zadımız da bura yığdım. Şələ ki, ətə ehtiyacımız yoxdur. Çörəyimiz, zadımız var. Saman balyalarımız var. Kartof zat var da. Yemək sıxıntısı da deyil hələ ki. Gördüyünüz kimi iş bölüm bu qədərdir. Bilirəm, bəziləriniz sıxıldı. Madənə zat getmədik deyə sıxılırsınız. Çünki bu iş bölümdür. Yəni iş bölümdə elə də çox mənzaralara zaten atılmaya ehtiyac yoxdur. Yəni iş bölümdə ev tikdik, köy falan tapdıq. Yəni təməl budda qısaca. Gələn bölümdə madənə zat gedəcək. Gördüyünüz kimi bu qədər. Abunə olub like atmayı unutmayın. Sağ olun.